Salam, hər vaxtınız xeyir olsun. Necəsiniz? Bilirəm, bu sizə maksimum nə qədər yaxşı ola bilirsiniz, o qədər yaxşısınız. Ümidvaram ki, həmişə yaxşı olarsınız. Bugün yenə də sizin üçün, yəni hamı üçün maraqlı olan mövzu seçməyə çalışmışam. Mövzumuz korroziya mövzusudur və birlikdə 4 suala cavab tapacağıq. Korroziya nədir? Necə baş verir? Nələrə səbəb olur və korroziyanın qarşısını necə alırıq? Korroziya latınca corrodere, aşınma deməkdir. Metalların, hansı metalları tanıyırıq? Dəmir, alüminium, mis, maqnezium, sink və s. və ilaxır metallar. Həmin metalların sıradan çıxması, loru dildə paslanması, yəni bir sözlə məhv olması prosesidir və necə baş verir? Məsələn, dəmirdən nümunə çəkirəm. Tutalım ki, çünki ən çox rast gəldiyimiz hadisə, yəni dəmirin üzərindəki paslanma hadisəsidir. Havanın oksigeni və su ilə qarşılıqlı təsirdə olur. İlk öncə dəmir 2 hidroksid maddəsi əmələ gətirir. Dəmir 2 hidroksid maddəsi, məsələn, dəmir paslanarkən qırmızı qonur rəngə boyanır. Həm görürsüz, biraz kökəlmə baş verir. Sıxıntılar əmələ gəlir metalın səthində. Amma ondan əvvəl biraz qonur, yaşılımtıl rəngə çalır. Çünki ilk öncə orada dəmir 2 hidroksid maddəsi əmələ gəlir. Daha sürətlə baş verəndə artıq yəni birbaşa bu maddənin çevrilməmiş, yəni biz onu görə bilmirik də. Daha sürətli çevrilmə nəticəsində dəmir 2 hidroksid üzərinə yenə havanın oksigeni və su qarşılıqlı təsirdə olur. Yekun olaraq dəmir 3 hidroksid maddəsi əmələ gətirir. Yəni bizim gördüyümüz o qırmızı qonur rəngli çıxıntılı maddə dəmir 3 hidroksid maddəsidir ki, qırmızı qonur rəngdədir. Yəni birləşmədir. Və keçirəm ikinci sualıma. Amma ikinci suala keçməmişdən əvvəl bir şey danışım sizə. Deməli, məsələn, dəmir tutalım ki, başladı paslanmağa. Metalların paslanması təkcə onların özlərindən asılı deyil. Onların oksid təbəqəsindən də asılıdır. Yəni oksidlərindən də daha çox asılıdır. Məsələn, dəmir qarşılıqlı təsirdə olur su ilə, nəmlə. Dəmir oksid maddəsi əmələ gətirir. Yəni F2O3. F2O3. Bir də var, baxın, məsələn, başqa metal deyirəm. Başqa metal nə deyim? Məsələn, maz metallar deyirəm mən bunlara. Maqnezium, alüminium və sink. Bu metalların oksidləri. Məsələn, maqnezium oksid var da bir də. Bunlar hansısı ki o proses baş verir. Əvvəlcə nə əmələ gəlir? Bu dəmir 2O3 əmələ gəlir da. O dəmir 2O3 əmələ gələndə həmin maddə özü arasında boşluqlar var. Yəni məsamələr var. Həmin məsamələrdən havanın oksigeni, su təsir eləyir, daha tez yayılır da, boşluq var axı. Tamamilə məhv olmasına gətirib çıxarır metalın. Amma məsələn maqneziumdur, alüminiumdur, sinkdir. Bu metallarda isə biraz fərqlidir. Əmələ gələn oksid təbəqəsi, yəni maqnezium oksid maddəsi dəmirdən fərqli olaraq məsaməsi dardır, davamlıdır. Oradan nə su keçə bilir, nə hava keçə bilir, nəm keçə bilmir və ilk öncə hara aşınmaya məruz qalıbsa, elə orada da qalır. Yəni daxilə keçə bilmir. Baxın, məsələn, metal səthdir. Neynədir? Bura tutalım ki, qarşılıqlı təsirdə oldu nəmlə, oksigenlə. Başlayır neynəməyə? Arasında boşluqlar varsa, əgər dəmirdirsə, arasında boşluqlar var, çıxıntılar var. Oradan yenə su, hava təsir eləyir, bütün məhv olmasına gətirib çıxarır. Yox, əgər məsələn maqneziumdan, sinkdən, alüminiumdan hazırlanıbsa, əmələ gələn o oksid maddəsi daha davamlı olur. Özü məhv olsa da, yəni üst hissəsi məhv olsa da alta keçməyə imkan qalmır. Çünki daha davamlıdır da, yəni oradan artıq ora oksigen, nəm keçə bilmir və növbəti korroziyanın qarşısı alınmış olur. Gəldim indi danışdım necə baş verməsindən, nələrə səbəb olur. Bilirik ki, artıq yəni demək olar ki, ətrafınız ancaq metallardan ibarətdir da. Maşın sürürsüz metaldır, qaz, neft boruları çəkilir, metallardan çəkilir. Neyniyir? Çürümə baş verir. Korroziya uğrayır, deşilməyə səbəb olur. Neft bir yerdən axıdır, qaz bir yerdən axıdır. Məsələn, maşın kimi, yəni belə mexanizmlərdə də nə qədər, necə deyim, zərərlərə gətirib çıxarır, özünüz bilirsiniz ən azından. Gəldik, qarşısı necə alınır? Korroziyanın qarşısını almaq üçün müxtəlif üsullardan istifadə edilir. Birinci üsulumuz nədir? Örtüklərin çəkilməsidir. Örtüklər də özləri ikiyə yerə ayrılır burada. Metal örtüklər və qeyri-metal örtüklər. Metal örtüklər deyəndə nəyə nəzərdə tutulur? Məsələn,
platin və qızıl metalı ümumiyyətlə korroziya uğramır. Ona görə bizə bahalıdır. Onlardan istifadə edirik. Çünki paslanmaya, sıradan çıxmaya qarşı daha davamlıdır. Çox üzr istəyirəm, çünki videonu yenə 2x atmadan 2x-da dinləmək məcburiyyətindəsiz. Çünki bu qədər dəqiqənin içində o qədər məlumat sığdırmağa çalışıram. Gəldim, nəydən danışırdım? Fikrimdə yayındı bir anlıq. Qarşı nizaldır. Metal örtük deyəndə mən ora gətirirəm qalaydı, gümüşdü. Ondan örtük çəkirəm. Bilirəm ki, bunlar paslanmaya qarşı davamlıdır da, paslanmır, sıradan çıxmır. Onun altında da neyinir? Dəmir qorunur. Yox, əgər həmin hissə dağlarsa, o dağılan hissədən başlayır yenə paslanma. Elə ki, gəldim qeyri-metal örtüklər. Qeyri-metal örtüklər deyəndə bura aiddir məsələn lakın çəkilməsi, boyanın çəkilməsi. Darvaza paslanır. Niyə boyuyursunuz? Elə səliqəli görünsün deyə. Xeyr, həmçinin paslanmanın qarşısını almış olur da. Orada səth yaradır və həmin səth havanın oksigeninin, suyun ora keçməsinin qarşısını alır və paslanmadan qoruyur. Sonra sürtgü yağlarının çəkilməsi. Məsələn, velosipeddə sürürsüz, başlayır qıcırdamağa, paslanma baş verir sep dediyimiz hissədə. Neyini sürtgü yağı sürtürük və yenə onu mühafizə eləyir. Bu oldu qeyri-metal örtüklərin çəkilməsi. Növbəti üsulum korroziya davamlı ərintilərin alınmasıdır. Ərinti deyəndə birdən artıq metalın qarışığı, yaxud da qeyri-metalın qarışığı nəzərdə tutulur. Məsələn, nümunə deyə bilərəm, poladdır, çuğundur, eşitmişik də. Bunlar əslində metal deyirlər. Metalların qarışığından, qeyri-metalların qarışığından ibarət birləşmələrdir. Bu zaman nə edirik? Gətiririk dəmirdir, içərisinə məsələn xrom qatırıq, mis qatırıq. Ondan daha, necə deyim, davamlı olan metal qatırıq. Beləcə ərinti alırıq. Bu nə edir? Korroziya qarşı daha davamlı olur. Sonra elektrokimyəvi üsul protektor. Elektrokimyəvi üsul protektor, indi belə deyəcəm, başa düşməyəcəksiniz. Ən sadə izah gəminin üzərində danışım. Bu protektor nədir? Bilirik ki, gəmi daima sudadır da. Daha çox aşınmaya, paslanmaya məruz qalmalıdır. Bunun üçün nə edirik? Məsələn, əsas hissəsi dəmirdən ibarətdir da, gövdə deyilən hissə dəmirdən ibarətdir və həmin gövdəni qorumaq üçün biz ora başqa metalı pərçim edirik, daxil edirik. Onu qoruyur. Başqa metal daxil edirik, amma mənfi cəhəti nədir? Mütəmadi olaraq biz onu dəyişməliyik. Yəni həmin hissə dağılan kimi gövdəyə keçməmiş, yəni dəmirlə qarşılıqlı təsirdə olmamış mütəmadi olaraq həmin hissəni dəyişirik ki, korroziya uğramasın. Ən sonuncu isə mühitin dəyişdirilməsidir. Mühitin dəyişdirilməsi dedikdə həmin metalın təmasda olduğu mühit yoxdur. Həmin mühitə inhibitor deyilən maddələr daxil edirəm. Mən sizə katalizator maddəsindən danışmışam, səhv eləmirəmsə, reaksiyanı sürətləndirir də. Məsələn, mən ora katalizator daxil eləyəsi olsam, paslanma prosesi daha sürətli gedir. İnhibitor daxil eləyəsi olsam, artıq paslanmanı daha az vaxtda gedir, daha ləng gedir. Ən sonuncu üsulumuz isə həmin inhibitor üsuludur. Bütün dəqiqələr hamısı ora sığacaqmı bilmirəm, amma çalışacağam ki, bütün videonu bir videoda yerləşdirim. Ümidvaram ki, sizin üçün yararlı olar. Dinlədiyiniz üçün təşəkkür edirəm və dəstək olsanız çox minnətdar olaram. Sağ olun, salamat qalın.